Salam, hər birinizi xoş gördük. Belə bir Python tipli sualla qarşınızdayım. Deməli, sualda deyilir ki, A dəyişəninin hansı ən kiçik tam qiymətində 64 dəyəri çap olunmuş olsun. Deməli, sonda yəni bizdən 64 dəyərini istəyir də B-nin 64 qiymətində. Bax, bu B-nin 64 dəyərində ən kiçik tam qiymətlə, A-nın ən kiçik tam qiyməti ilə. Gəlin baxaq valin gövdəsinə. Əvvəlcə bunun iki yolu var. Yəni hər iki yolunu gedəcəm. Birinci rahat, yəni daha tez görmək üsulunu, sonra detalları izah eləyərəm necə əldə etmiş oluruq. Baxırıq ki, dövrün gövdəsinə neçə dəfə dövr edəcəksə, dövrə təkrarlanma ilə daxil olaq da. Məsəl üçün B-miz 36-dır, düzdür? Burada, bax bu hissədə 36 üstə gəlinsin 4K, 4K. Bərabərdir. Sonda 64 istəyir bizdən. Buradan 4K bərabərdir. 64-dən 36, deməli 28 edir. K-mız da bərabərdir. 28-i 4-ə bölsək eləyir 7. Deməli 7 dəfə dövr edəcək bu. Bura 7 dəfə dövr eləyirsə, bura 7 dəfə dövr eləyirsə də buna da təsir eləyir də. Bu zaman onda A-nı necə tapırıq? A-nı hələ də bilmirik. A minus 2-ni 7-yə vuranda 2 vuraq 7. Nəticə 64. Buradan da A minus 14 bərabərdir 64. A da bərabərdir 78. Deməli 78 ilə bu ən böyük qiymət almış olur. 78-nə. Bəs bizdən axı ən böyük yox, ən kiçik qiymət istəyir. Onu necə tapaq, necə görək? Biz buradan baxası olsaq, deməli 78-i əldə edərkən son axırıncı bu 7 dəfə dövr eləyib 64 nəticəsini alıb dövrdən yox deyib çıxır da, düzdürmü? Val gəlir buradan dövrdən yox deyib çıxır. Bəs ən kiçik dəyər necə almış olur? Biz 7-dən bir tık əvvəl 6 dəfə dövrü götürsək, yəni ən böyük qiymət olaraq 6 dəfə dövrü nəzərə alsaq, 2 vurulsun 6 bərabərdir 60. Niyə 60 yazdım? Çünki 64-dən 4 vahiddə geri götürdüm. Buradan A-12 bərabərdir 60, A da bərabərdir 72. Bəs burada 72 cavabı yoxdur. Necə olur bu 72? 72 deyil, burada nəticə 73-dür. Necə olur 73 oldu? Deməli, biz sonda böyükdür 60 yazmalıyıq ki, 60-da burada böyükdür 60-da son dəfə hə desin də, hələ ondan sonra bir dövrümüz də var, yox deməsi üçün. Və bunu böyük yazsam, böyük işarəsini əldə qoysam, e, deməli bunu biz bir dəqiqə təmizləyim. Yəni burada bərabərlik qarışdırmasın. A, mən bura deməli 2 vuraq 6 böyükdür 60 yazsam, burada 12 böyükdür 60 götürsəm, deməli A böyükdür 72 yox, A bərabərdir 73 dəyərini almış olduq. Deməli 72-dən böyük götürə bilərik, 72 götürə bilmərik. Bu zaman bizdə doğru cavab Y variantı olur. Bəs necə detallı izah eləsəm, bunu necə əldə etmiş oluruq? Gəlin ümumiyyətlə də bir tık misalın özünün yazılış qaydasına baxaq, hardan və necə alındı. Baxın, deməli A böyükdür B şərti deyir də bizdə. Demək A hələ də məlum deyildi. Yazaq bir dənə fərqli qələmlə götürün. Seçilsin. Bax A böyükdür 36. Hə deyib dövrə girir. Bu zaman A bərabərdir A minus 2. B də bərabərdir. B şərtdə 36 plus 4. Bu verir 40. Bunu nə zaman davam eləyirik? 64-ü alana qədər dövrümüzü davam eləmiş oluruq. Yenə A-2 böyükdür 40, hə deyir və A- A da bərabərdir. Deməli, A-2 vahid çıxanda bu A-4 verir. B də bərabər 4 vahiddə B-ni əlavə eləyirik 44. Yenə dövrümüzü davam eləyirik. A-4 böyükdür 44, hə deyir. A da bərabərdir A-, deməli 6, B də bərabərdir 48. Hı -hı. B də bərabərdir, deməli 52. Sonra böyükdür 52-dən 2 vahid çıxanda 10, B-ni də 4 vahid 56. Aşağıdan bir dənə qeyd edeyim. Sonra deməli A-10 böyükdür 56, hə deyir.
A da bərabərdir A minus 12. B də bərabərdir 4 vaid 60. Yaxınlaşırıq artıq. A minus 12 böyükdür 60-dan yenə hə deyir. Və A bərabərdir A minus 14. B də bərabərdir 64. Artıq nəticə 64 oldu. Nəticə 64 olduğuna görə biz burada düşünməliyik ki, deməli, bu bunun, deməli, 64 nəticəsini aldığına görə və burada deməli ən kiçik qiymətlə dövrə daxil olmuş olur. Bəs bunun ən böyük dəyəri burada necə tapılır? Ən böyük dəyəri də biz taparkən, deməli A-14 böyükdür. B sonda 64 yox deyib dövrdən çıxacaq. Bu hissə də bunun ən böyük qiyməti hesab olunur. Ən böyük qiymət. Bəs burada bunu necə almış oluruq? Bax, diqqətiniz burada olsun. Deməli biz burada bax, A minus deməli 12 böyükdür 60-da hə dedi də, bu bizə düzdür. Yəni özündən bir tık əvvəlki dövr. Bu da A da böyükdür 72. Biz də burada A-nı 73 götürdük. Deməli bu bunun ən kiçik qiymətidir. Burada isə artıq yox dediyi hissədə A böyükdür 64 14 nə eləyir? Deməli 70 neçə vermişdik? Deməli, hə, burada 64-də yox deməsi üçün ya kiçikdir ya da bərabərdir. Çünki burada böyükdür hissəsinin əksi olanda yox deyib dövrdən çıxdı. Ya kiçik olsun ya da bərabər olsun. Biz bunu bərabərdir götürək. 64 14 eləyir 78. Deməli A-nın da 78 dəyərində bu ən böyük qiymət almış olur. Bax, fikir verdinizsə, əvvəlki şərtdə də tez yazılan üsulda 7 dəfə dövrə girəndə ən kiçik qiymət 78 almış oldu. Burada da ən böyük qiymət, deməli, qeyd eləyək, ən böyük qiymət, daha doğrusu ən kiçik qiymət 73 aldı, ən böyük qiymət də 78 almış oldu. Ən kiçik qiymət 73, ən böyük dəyər 78 və cavab da Y variantı. Bu qədər.